5 mərtəbəli evin 6-cı mərtəbəsi əsərdə yəqin ki, oxumayan yoxdur. Bununla bağlı məşhur film də çəkilib. Amma biz hazırda 15 mərtəbəli binanın 16-cı mərtəbəsindəyik. Deməli, yeni bir roman əsər yazmaq olar. Əlavə nəyisə yükləmək qeyri-qanunudur. Paytaxtın Yasamal rayonu Zahid Xəlilov 107 ünvanında təxminən 2011-ci illərdə böyük bir kompleks tikilib. 9 binadan ibarət 15 mərtəbəli. Amma sonradan bu binalara 16-cı mərtəbə əlavə olunub və sakinlər də belə bir vəziyyətin təhlükəli olduğunu hesab edirlər. 15 mərtəbə kimi ekspertizadan keçmiş bir binadır. Mən özüm mühəndis olduğuma görə bunu bilirəm və deyirəm ki, ekspertizadan keçən binanın üstündə əlavə nəyisə yükləmək qeyri-qanunudur. Aparılan tikili professional kişilər tərəfindən görülməyib. Aparılan tikinti heç bir yük götürən divarın üstündə tikilməyib. Sadəcə perikritanın üstündə tikilib. Mənzillərə əlavə tikib. Nə edirlər? Satırlar? Kirayə verirlər tələbələr üçün. Bizim böyrümüzdəki binanın texniki otaq tikilib. Orada Türkiyədən olan tələbələr qalır. Təhlükə bizim başımızın üstündə var və həmişə də olacaq. Yəni bu havalandırmanın, digər tikililərin qeyri-qanuni aparmağı bu bina üçün, sakinlər üçün təhlükədir. Deməli, biz hazırda olduğumuz tikili tikilməkdədir. Müşahidə edirik ki, hazırda burada tikinti işləri gedir. Yəqin ki, burada növbəti bir mənzilin əsası qoyulub da burada. Digər binalarda hamısı hazırdır. Bununla bağlı bina tikən deyirsinizmi ki, məsələn, olmaz belə, qanunsuzdur, təhlükəlidir? Təbii ki, deyirik. Bunların bir komendantı var o vaxt ki, Səfdər deyib ki, mən bilməmişim orada kim tikinti aparır, necə aparır. Hansı ki, quş quşluğuyla onların əlindən buradan uça bilməz. Bəs aidiyyəti qurumlara deyimsinizmi? Qurumlara, fövqəladiyə, əvvəlcə bunlar günah atırdılar Fövqəladə Hallar Nazirliyini. Güya bunlardan sənəd var, icazə var. Sonunda aydın oldu ki, heç bir sənəd yoxdur. Bəs bu tikintini aparan, ümumiyyətlə bu bina tikən MTK-nın adı nədir? Binanın tikintisini ilk gündən proyektlə tikən Ruzi MTK olub. Əlavələr də olar yoxsa? Xeyr. Onları eləyən Sabah FMC deyilən bir təşkilat. Deməli, Sabah FMS. Bunlar həm idarə etməçilikdədir. 16-cı mərtəbədə yaşayan sakinlərdən bəzilərindən soruşmaq istəyirik ki, ümumiyyətlə onlar bu vəziyyətdən, belə bir vəziyyətin təhlükəli olduğundan xəbərdardırlarmı? Mənzil sizin yoxsa? Amcamın. Amcam bu evi mənzili aldı mı? Evet. Kimdən aldı? Nasıl yani? Bina 15 mərtəbə. Amma sizin yaşadığınız mənzil 16-cı mərtəbə. Və sakinlər də deyir ki, bura sonradan əlavə olunub, tikilib, satılıb. Ben menzili birisinden almadım. Ben burada kalıyorum sadece. Binanın komendantı deyilən şəxslə, Səfdər bəylə əlaqə saxlayırıq. Ümumiyyətlə, bu əlavələrlə bağlı görək nə deyir, ümumiyyətlə, nə baş verib, niyə əlavələr olunub, qanunudur, yoxsa qanunsuzdur. Bütün binaların tikilməmişdən öncə bunun konstruksiyası hazırlanır və konstruksiyada müvafiq dövlət qurumlarından təsdiqlənir. Bu təsdiqlənəndən sonra artıq bina tikilir. Təsdiq olunmuş konstruksiyadan əlavə tikildiyi təbii ki, yəni binanın ümumi konstruksiyasından müəyyən bir ağırlıq və yaxud da ki, təhlükə yaratma ehtimalı var. Konstruksiyada nəzərdə tutulmuş, yəni ağırlığa görə siz ora beton verirsiniz, armaturları və yaxud da ki, yəni bunun qalınlıqları, divarların qalınlıqları hamısı burada hesablanır. Əgər o 15 mərtəbədirsə, onun üzərindən müəyyən bir mərtəbə artırılırsa, bu ekstra olaraq binaya ağırlıq gətirir. Təhlükədir. Bu, yəni konstruksiyadan kənarlaşma gedir. Əməkdaşlarımız tərəfindən binaya baxış keçirilmişdir. Baxış zamanı binaların üzərində mövcud olan texniki sahələrin böyüdülərək mənzil kimi istismar olunduğu müəyyən edilmişdir. Binaların üzərində aparılmış əlavə tikinti quraşdırma işləri ilə bağlı aidiyyəti qurumlara məktublar ünvanlanmışdır. Mənzil məcəlləsinin 123.04-cü maddəsinə əsasən istismarda olan çox mənzilli binalarda ümumi əmlakın lazımi texniki vəziyyətinin təmin edilməsi binanın idarə edici təşkilatının səlahiyyətlərinə aiddir.